Hər bir gün uşaqlara yanaşma tərzi və tərbiyə metodları fərqlidir. Gəlin hansı bürc necə valideyndir və uşaqlarını necə böyüdür baxaq. Qoç, cəsarətli və sərbəst böyüdən valideyn. Qoç valideynlər uşaqlarını müstəqil, cəsarətli və lider ruhlu böyütməyə çalışırlar. Onlar uşaqlarının risk almağı öyrənməsini və həyatı qorxmadan kəşf etməsini istəyirlər. Lakin bəzən səbirsiz ola bilərlər. Buğa, səbirli və qayğıkeş valideyn. Buğa valideynlər uşaqlarına sabitlik və təhlükəsizlik hissi verməyə çalışırlar. Onlar övladlarını sevgi və qayğı ilə böyüdür. Yaxşı təhsil və nizam-intizamı ön plana çəkirlər. Tək problem çox inadkar olmalarıdır. Əkizlər maraqlı və yenilikçi valideyn. Əkizlər uşaqları ilə dost kimidir. Onlar övladlarını intellektual və açıq fikirli böyütmək üçün hər cür yeniliyi sınayırlar. Lakin sabitlik yaratmaqda çətinlik çəkə bilərlər. Xərçəng, qoruyucu və emosional valideyn. Xərçənglər uşaqlarını dərin sevgi və qayğı ilə böyüdürlər. Onlar ailə bağlarını gücləndirməyə çalışır və övladlarına hər zaman dəstək olurlar. Ancaq bəzən həddindən artıq qoruyucu ola bilərlər. Şir, dəstək verən və motivasiya edən valideyn. Şir valideynlər uşaqlarını uğurlu və özünə inamlı böyütmək üçün çox çalışırlar. Onlar övladlarına sevgilərini açıq şəkildə göstərir və daim dəstəkləyirlər. Bəzən uşaqlarından çox şey gözləyə bilərlər. Qız, dəqiq və tərbiyəli valideyn. Qız valideynlər övladlarını məsuliyyətli, intizamlı və ağıllı böyütmək istəyirlər. Onlar qaydalara və düzgün tərbiyəyə çox önəm verirlər. Lakin bəzən tənqidçi ola bilərlər. Tərəzi, ədalətli və mehriban valideyn. Tərəzi valideynlər uşaqları ilə mehriban və demokratik münasibət qururlar. Onlar övladlarını sevgi və incəliklə böyüdürlər. Ancaq qərarsız ola bilərlər və bəzən sərt qaydalar qoymaqdan çəkinirlər. Əqrəb, qətiyyətli və dərin emosional valideyn. Əqrəb valideynlər uşaqlarına güclü şəxsiyyət olmağı öyrədirlər. Onlar övladlarına dərin sevgi ilə bağlanır, amma bəzən çox tələbkar və idarəedici ola bilərlər. Oxatan, azad ruhlu və sərbəst valideyn. Oxatan valideynlər uşaqlarının sərbəst və müstəqil olmasını istəyirlər. Onlar övladlarını yeni şeylər öyrənməyə təşviq edir və sərhədləri geniş saxlayırlar. Bəzən isə çox rahat davranaraq məsuliyyətli olmağı unuda bilərlər. Oğlaq, məsuliyyətli və ciddi valideyn. Oğlaq valideynlər övladlarına nizam-intizamı, zəhmətkeşliyi və məsuliyyəti aşılayırlar. Onlar uşaqlarını həyatda uğurlu olmağa hazırlayırlar. Amma bəzən emosiyalarını ifadə etməkdə çətinlik çəkə bilərlər. Dolça, azad düşüncəli və fərqli valideyn. Dolça valideynlər uşaqlarını sərhədsiz düşüncə ilə böyüdürlər.